Antalya'da birinci gün vlogumla qarşınızdayım. Necə gəldim, nələr etdik bu vlogda bunlar haqqında danışacağım. Uçuşumuz Azal vasitəsilə səhər oldu. Bu arada artıq Azalda pəncərə kənarı ödənişli olub. Əlavə 30 manat ödəniş etdik. Azalın yeməklərinin ümumiyyətlə dadını çox bəyənirəm, ləzzətlidir, amma əvvəlki kimi porsiyaları çox deyil. Amma xidmət olaraq çox bəyənirəm. Hər bir sərnişə xüsusi qayğı diqqət göstərdilər. Və əvvəllər sayt vasitəsilə xüsusi yemək seçmək olurdu, artıq o da yoxdur. 2 saat 45 dəqiqədən sonra çatdıq Antalya hava limanına və transfer vasitəsilə otelimizə getdik. Otel olaraq Antalya'da bəyəndiyim otellərdən biri olan Spice oteli seçmişdim. Bura illər əvvəl gəlmişdim. İllər əvvəl necə idisə, indi də elə olaraq qalıb. Çox gözəldir. Otaqları geniş, rahatdır, çox yüksək dərəcədə xidmət göstərirlər. Ümumiyyətlə Antalya otelləri all inclusive olduğuna görə çox rahatdır. Yəni otelə girdisə 1 qəpik belə xərcləmirsiniz. Hər bir şey ödənişsiz şəkildə olur. Gün ərzində 5 dəfə yemək, atışdırmalıq saatı, çay saatı, hər gün soyuducunun doldurulması, dəniz və hovuz kənarında olan istənilən xidmət, bir sözlə hər bir şey tamamilə ödənişsiz olur. Onu da qeyd etmək istəyirəm ki, otelimiz klassik üslubda gözəldir. Açıq bufet şəklində olan günorta yeməyimizi yeyib dəsmalımızı götürüb dənizə getdik. Onu da qeyd edim ki, buradakı dəniz hədsiz duzludur, ona görə göz yandırır. Amma çox təmiz və şəffafdır. Atışdırmalıq saatı olduğu üçün dənizdən çıxıb biraz atışdırandan sonra axşam yeməyinə getdik. Məndən direktdə çox soruşursunuz ki, qiymət neçəyə başa gəlib, neçə günlük getmişik. Qiymət nə vaxt almağınızdan asılı olaraq dəyişir. Mən uçuşa 10 gün qalmış almışdım. 4 gecə 5 gün Antalya, 2 gecə 3 gün İzmiri seçmişəm. 2 nəfər hər bir şey daxil, sığorta, transfer. 4 gecə 5 gün Antalya, 2 gecə 3 gün İzmir. Bilet falan hər bir şey daxil. 2 nəfərə $2500 pul ödədik. Ümumiyyətlə Antalya'da olan otellər çox baha olduğuna görə məncə bu otel həm münasib, həm də yaxşıdır. Çünki çox otellə maraqlandıq. 7000, 10000, 15000 dedilər. Siz İzmiri seçməsəz hətta daha münasib ala bilərsiniz. Axşam da desertlərlə çay içib, əyləncəli şoularla deyib, gülüb, oynayıb günümüzü bitirdik. Başqa nələri bilmək istəyirsinizsə şərh bölümünə yazarsınız.